Salam əzizləyicilər, deməli bugün yenə başlamışıq BMW-lərlə. Arxada bir X5-imiz var, 2 dənə iPhone-umuz var, bir dənə iPhone-umuz oradaydı, bir dənə iPhone-umuz buradadır, bir dənə də Mercedes-imiz var burada. 212 Kuza. İndi söhbət bundan gedir. Bu avtomobili deməli bir check-up yoxlanışı eləyirik ki, avtomobildə nə problem var. İndi bəziləri orada deyir ki, nə oldu, BMW rasxoddur. Qardaş, istəyir nə maşınlı olsun, yəni ortalama hesablanan 10 ilin, 15 ilin maşınıdır, istər-istəməz rasxodu olmalıdır, əlavə xərcləri olmalıdır. Xərclər nələrdən ibarətdir? Yaxınlaş bura. Su radiatorundan antifriz buraxır. Sızmalar var. Görürsünüz. Üst hissəsindən görürsünüz, sızmalar var. Antifrizə baxın suyuna. Daha sonra isə pompaya girən patrubkaya baxın. Görürsünüz. Sızmalar var. Daha sonra isə turbonun bağlanacaq hissəsində yağ şlankı. Turbonun yağ şlanklarında görürsünüz. Yağ var. Daha sonra turbonu soyutmaq üçün 2 ədəd antifriz şlankları olur ki, bunlarda həssas nöqtədir bunlarda. Yağ antifriz sızıntısı var. Daha sonrası karter. Bunlarda karter plasmas olur. N20 2 turbo benzin mühərriklərdir. Yaxınlaş bura. Bax. Karterin arxa hissəsindən. Bəziləri ilə bir ki, arxa salniklə, arxa salnik deyil. Görürsünüz? Karterdən yağ buraxır avtomobilin. Bu karter dəyişilməlidir. Niyə? Çünki prokladka dəyişirlər, effekt vermir. Bu karterlər plasmas olduğuna görə vaxt keçirib tədricən başlayır deformasiya uğramağa və ondan sonra dəyişilmə məcburiyyətində qalır. Daha sonra isə mühərrik yastıqları sağ-sol görürsünüz. Nəmrə bax, izləri görürsünüz. Kuzaya iz salır. Padışka oturur. Bir tərəf oturanda digər tərəfə başlayır naqruska salmağa. Dəyişiləndə cüt dəyişilməlidir məcburiyyətdən. Askı sistemini yoxladıq. Avtomobildə nə problem varsa bizim servisdə alan zaman, satan zaman istəyir alan olsun, istəyir satan olsun. Fərqi yoxdur. Hamıya detaylı formada məlumat verilir. İstəyir incisinlər, istəyir inciməsinlər. Çünki alan şəxs orta hesabla 20.000 dollar, 30.000 dollar büdcə ilə yaxınlaşır ki, özünə maşın alsın və biz onun qarşılığında cəmi avtomobilin yoxlanışı üçün, 4 silindr mühərriklər üçün 120 manat ödənişi alırıq. Yəni 20-30.000 dollarlıq, 30-40.000 manatlıq, 50.000 manatlıq avtomobilin yoxlanışının qabağında biz məsuliyyət daşıyırıq. Ona görə də biz nə görürüksə deyirik, dəmirçi və maliyyə işindən başqa. Mühərrikdir, elektronikadır, karabkadır, daha sonrası askı sistemidir, beyin proqram işləridir. Bütün parametrləri, hər bir şeyin dəqiqliyini yoxlayırıq, müştəriyə deyirik və bu avtomobildə də nə varsa hamısını avtomobil sahibləri də buradadır, indi bilməm alandılar, satandılar, hamısını bildirdik. Kimin avtomobilində check-up yoxlanışı lazımdır, elə öz avtomobilinizdə. Şərt deyil ki, alqı-satqı olsun. Öz avtomobilinizdə nə problem varsa bilmək istəyirsinizsə bizim servisi seçin, yaxınlaşın, bütün yoxlanışları eləyək, hansı problemlər varsa da yerindəcə problemlərdən qaldıraq və daha uzun ömürlü sürəsiniz. Sağ olun, var olun.